çox rahatlıqla hazırlaya biləcəyiniz meyvəli tort hazırladım. Mütləq yaddaşa verin ki, siz də hazırlayın. Çox dadlı alındı. Keçən hazırlanma qaydasına. Bizə lazım olacaq 10 ədəd yumurta. Yumurtalar mütləq ev temperaturunda olmalıdır. Üzərinə 1 stəkan şəkər tozu əlavə edib tam köpürüb ağarana qədər qarışdırırıq. Və sonda üzərinə 2 stəkan ələnmiş un, 1 paket qabartma tozu, 1 paket də vanil əlavə edib qarışdırırıq. Unu az-az əlavə edib qarışdırmaq mütləqdir. Sobada 160 dərəcədə təxmini 25-30 dəqiqə arası biskvitimizi bişiririk. Biskvitimiz bişdikdən sonra biraz soyuduq və kəsirik. Kəsdikdən sonra içərisini biraz şərbət vasitəsilə isladıb kremadan əlavə edirik. Krema üçün nə istifadə elədim, hər birin postun altında qeyd edəcəm. Meyvə əlavə elədikdən sonra üzərinə karamel dolğusu əlavə edib, yenidən biskvitimizi əlavə edib, kremadan çəkib yenə meyvə əlavə edirik. Eyni bu qayda ilə davam edirik. Ən sonda biskvitimizi yerləşdirib krema ilə tortumuzu sıvayırıq. Sıvadıqdan sonra tortu ən sonda üzərinə 5 yemək qaşığı çiyələk jilesinin içərisinə yarım stəkandan da biraz az olmaq şərti ilə su əlavə edib qarışdırırıq və tortun üzərinə əlavə edirik. Əlavə edikdən sonra sonda zövqə görə üzərinə meyvə və ya güllə və s. bəzəyə bilərsiniz. Mütləq hazırlayın. Çox dadlı alındı. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.